yoxdur, yoxdur. Ben kartın 16 rəqəmli kodu dedim. Sonda belə 77 17. Sonra ne deyim? Date'i deyim, vaxtı, date. Aha. 07 35. Sonra 3 rəqəmli kodu, bəli var. 3 rəqəmli kodu var. Security kod deyim onu. Aha. Deməli yaz. Ay sən öləsən elə, mən sənə bunu deyərəm. Mən aldatmağa çalışırdı. Deməli sayta bir elan qoymuşam və deyir mənə pul göndər. 16 rəqəmli kodu dedim, yəni rəqəm dedim. Və sonra deyir ki, bitmə tarixində kartın və təhlükəsizlik kodunu de. Bu məni aldatmağa çalışır. Təbii ki, mən də ona heç bir kodu falanı demədim. Çünki deməyə ehtiyac yoxdur. Əgər mənə pul göndərəcəksə 16 rəqəm kifayətdir. Vaxtın tarixi və təhlükəsizlik kodu bu məxfi qalmalıdır və sizdə qalmalıdır. Bunu heç kimə deməli deyilsiniz. Və gənclər və ahıl yaşlı insanlar bu səhvə yol verməyin. Heç kimin sizdən o şəxsi kodu almağa ixtiyarı yoxdur. Əgər bunu fotosunu göndərəndə zəhmət olmazsa həmin o təhlükəsizlik kodunu və tarixi silin, sonra göndərin. Bu əsas amillərdən biridir. Və sizə zəng gələndə çalışın onun kimliyini öyrənin və deyin ki, mənim şübhəlisinizsə deyin ki, mənim işim var, sonra danışarıq. Bir ad boy verin, ağzına ad boy verin, bir məsləhətləşin bilən insanlarla və bu pulu zəhmətlə qazanırsınız siz. Və zəhmətlə qazandığınız pulu hansısa bir dələduzaq düzaki bir cinayətkarın yedizdirməyin heç bir adı yoxdur. Bu da maariflənməyin az olmasından, təcrübəsizliyin və kiber savadın az olmasından irəli gəlir. Bundan başqa da bu yaxınlarda artıq nədir? Baxırlar, görürlər evdə kimin övladı, qız övladı, oğlan övladı varsa həmin ev telefonuna zəng vururlar və həmin uşağın səsindən danışırlar ki, bəs atam mən xəstəxanadayam, təcili pul lazımdır, filan karta göndər. Belə şeyə inanmayın. Belə bir şey mümkün deyil yəni. Və bu yaxınlarda bizim qonşuya da belə bir zəng gəlmişdi. Yaxşı ki, həmin övladlar evdə olub və bu zəngin saxta olduğunu canlı şahidi olublar. Ona görə əziz insanlar, belə zənglər olduğu təqdirdə heç bir o həyəcana qapılmayın, heç bir hissə qapılmayın. Çünki fırıldaqçılardır, hər vəclə, hər yolla kiber formatda cinayətkarlıqla məşğullar və cinayətkarlıq etmək istəyib sizin pullarınızı mənimsəmək istəyirlər və bunun əsas məqsədi də bundan ibarətdir. Bankdan zəng gələndə 100 ölçüb bir biçin, hər detallı deməyin. Suallarınızı konkret verin və yəni konkret cavab alın ki, siz nə məqsədlə zəng eləmisiniz, sizin ünvanınız haradır, sizin adınız nədir və kod istəyəndə qətiyyən kod verməyin, kartın arxasındakı nömrəni ümumiyyətlə deməyin, özləri tapsınlar zəhmət çəkib və ən azı görürüz ki, onu kiber ekspertə daha yaxşıdır. Orada açar suallar var, onu versən ki, mənim nömrəm budur, bu nömrədə neçə kart var, çünki hamısı qeyd olunurdu orada. Bu sualları vermək lazımdır, yəni maariflənmək lazımdır. Zəng gələn vaxtı kart nədir? Mən kartın nömrəsini niyə verməliyəm axı? Və yaxud digər məsələlər. Misal üçün götürək internet elanları saytlarını, sayta bir məhsul qoyursun, sən gəlir deyir ki, kartının şəklini at, arxasının üzünü məsələn pul göndərəcəm, eləməyin. Sırf orada icazə olunan bir rəqəmlər var. Onu göndərin, pul göndərsin, qutarlı gedir. Başqa heç bir məlumata ehtiyac yoxdur. Bundan başqa kiber cinayətkarlar olduqca səlis nitqə malikdir, olduqca çalışırlar ki, insanı inandırsınlar. Amma düşünün, bugün mənə niyə bank zəng edib kredit təklif verməli telefondan? Elə bir şey mümkün deyil. Hamısı applicationda var, saytda var, yəni zəngə ehtiyac yoxdur. Zəng gəlirsə, hansısa bir telefon vasitəsindən təkliflər varsa və problemi bildirirlərsə, bu yalandır. Heç bir bank problemi zəng edib demir. Çünki o qədər problemli kartlar var ki, onlar zəng eləsə gələr, bunların işi gücü o zənglərdə ötüşsün, zənglərlə keçsin. Ona görə ümumiyyətlə bankdan gələn zəngə inanmayın, ağızlarına adı boy verin və ətrafınızda olan insanlara yürüdün, bildirin ki, bura gələn zənglər yalandır, şayədir, belə bir şey ola bilməz. Sonunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür edirik, Dövlət Təhlükəsizlik Xidmətinə çox sağ ol deyirik və digər dövlət hüquq mühafizə orqanlarına çox sağ ol deyirik ki, bu istiqamətdə maksimum işlər aparırlar, kiber təhlükəsizliyə qarşı, kiber cinayətkarlara qarşı maksimum addımlar atırlar və çalışırlar ki, kiber cinayətkar ölkəmizdə azalsın,
hətta minimum səviyyəyə ensin. Maarifləndirmə tədbirləri var, cançılar ifşa eləyirlər və bu işdə onlara biz də maariflənməyimizlə, təcrübə toplamağımızla, ən az bu sahədə məlumatlarımızı genişləndirməklə onlara kömək etmiş olaraq. Çox sağ olun, uğurlar. İnşallah ki, bu kiber cəhət bəlası bizdən tez bir zamanda yan keçər.